Şuba, mən onu takip eləmirəm, axı biz takibləşmirik, ona görə düşmür o mənə. Can. Sağ ol, ürəyim, var olasın. Milka var, əlinə ləzzət eləyir yeməyə, bacı qurban Nurlar, çox sağ ol. Görmürəm çoxdandır səni, məzələnsən. Əlbəttə, Fabellik, Gülsüm Əliyeva. Uşaqlar yatmayıb, yox, qonaq otağında telefona baxırlar. Biləm. Vemer estetik, dırı gül yaz, TikTok'da çıxır ürəyim. Görəcəksən elə hamımızın videolarını orada. Aynen ha. Onun yerinden skat dedi. Bak. Skat dedi. Nə istəyirlər bu xanımdan? Öz həyatın yaşı, nə bilməyirəm, nərmiş, Aycan. Bayı. Onun yerinden skat dedi. Söda yemirəm, Ramil çox sağ ol. Ramil gəldi. Orxan çox sağ ol. Ramil Məmmədov 14 levelim var. Təşəkkürlər. Minnoş qız xoş gəlib. Təşəkkürlər, var olun. Biraz uzaq dur. Yox, hələ mən yaxın tutmağı xoşlayıram. Kamran çox sağ ol. Təşəkkür edirəm. Qızlar, ekranları tıklayın da zəhmət olmasa. Mən kosmetika qabımı verdə bir dənə, nə olar? Nil Art, çox sağ olun. Oxuyun da yazdığımı. Aycan Günay, Kamran, çox sağ ol. Təşəkkür edirəm. Kapitan Amerika, wow, 25 level. Təşəkkür edirəm. Xoş gəldiniz. Necəsiz? Qızlar, nə olar? Ekran tıklayın. Bir dənə belə canlımın belə pisən necə coşmağını istəyirəm. O desinlər ki, axşam Nərminə pisən nə hədiyyələr gəldi. O desinlər. Gönülden yakıyorsun. Kesin. Aha. Kaşık vereyim. Yox. Ayışqa çox sağ ol. Ayqız heç yerə məzələnsən. Dədə baba lotariyası. Gönülden seviyorsun, mutluluk istiyorsun. Piercing düzəlt baş üstə. Allahım, Dədə baba lotariyası hə. Sen alıksın arkadaş.
Gönülden seviyorsun. Aycan, çox sağ ol. Privati təşəkkür edirəm. Camaat üzün yuyur. Nə olsun, mən də üzümə makyaj edirəm. Neynirəm ki, ürəyim? Bəzənirəm də, canlıdayam da. Bağlamıram, eləmirəm, sizlə söhbət edirəm. Müğənni Zenfriyə oxşuyursunuz. Çox sağ olun, təşəkkür edirəm. Nəmiş, Aycan, kosmetoloqum demir, estetik. Təbii ki, üzümə elətdirmişəm. 5 nöqtəm var, ürəyim, kollagen oturmuşam. Bir də alnımın botoksu ərimişdi. Kamran, çox sağ ol, təşəkkür edirəm. Nə qədər dürtüb sürtür, o nə deməkdir ürəyim? Nə belə salam, gəlim çay, təşəkkür edirəm, çox sağ olun. Əsəb oluram, Müsalə Hikmət, əsəb olursan, ged yorğanı çək başıva, yat bacı qurban, nə məcbursan? Yazmışsan heyif Zenfradan, nə olub ki, Zenfra da sizin xalqın qızıdır, mən də sizin xalqın qızıyam da. Elə danışsa, elə bil mən başqa ölkədən zatdan gəlmişəm. Dəx, nə olsun ki? Yəni sən nəyə əsaslanaraq o sözü deyirsən? Mənə nə olub ki? Oxşaya bilmərəm mən Zenfra müğənniyə. Ana. Çox sağ olun. Ayana. Can, Bax. axşam makyajı niyə eləyirəm? Bunu biləmsə qalxmaq istədim. Amma birdən-birə Heç yerə, heç yerə. saçdım. Əlim sağa döndü, qırıldı içi. Doğrudan. Buranın içi. Maşallah. Gönülden istiyorsun, mutluluk istiyorsun. Sen aşıksın arkadaş. Gönülden seviyorsun, mutluluk istiyorsun. Ay qız, heç yerə getmirəm. Dodağıma atılı, çox sağ ol. Mənə çatmır. Ay qızlar. Sizə çatmasa yaxşıdır. Sizə çatan çatıb. Bakılı, təşəkkürlər. Nana. İstiyorsun, fenasın, arkadaş. Hə, qəşəngdir axı, dırdan. Pamadam 765 deyəsən karandaşdı. Ana, çox sağ ol. Ezalaş işləmdə bilesdir. Amma Mələk, mən bir də çantamı ver. Mam, bir də çantamı zəhmət olmasa çox çirkindir. Öpürəm. Qızlar, ekran tıklayın, nə olar? Mən bir də kalbim əllərində altında. Amma kalbim əllərində dəyişilib var. Biraz aşağı gəlin. Çantamı. Ay qız, Vəfa mənə ayaqqabı göndərib. Becə də onu gətir də mənə olar. Qurban olum, xalan qurban. Hə. Bildin hansı? Bir dənə bizim otum, amma o klubda prosto bir də bax otaqlara. Tuluçkanın üstündə. Tuluçkanın üstündə. Aydı klubda. Hə, canlıdayım. Yox, davay get. Tez. Prosta əslində belə bir məhsul istifadə eləməmişdim. Qəşəngdir. Qəşəngdir. Bir dəqiqə gözləyin qızlar, niyə donuram? Dedilər, bacın köçür ona görə. O evə can qoydu. Day danışmayın, Elskülü. Zülüm çəkdiyi. Uçulandan sökülənə qədər düzəltdik.
Julia, mən də səni çox sevirəm. Ujas, valla. Baxma, ürəyim ujasam. Nara. Niderland, xoş gəldin. Əleyküm salam, sağ olun. Çox ev tapıb bilmirəm ki. Əleyküm salam, Fidan. Səbiş, xoş gəldin. Heç olmasa çox sağ olun. Əleyküm salam, Sayev, xoş gördün. Nuş olsun. Təşəkkür, görməmiş, çox sağ olun. Çəngəl deşədir dodaqlı. Az məzələnmə. Can, sən kimi güclü xanımlara halaldır. Təşəkkürlər. Nabrana gələsinə reklama inşallah. Hə, qızlar, bu arada Atlant istirahət mərkəzi Nabranda yerləşir, bilirsiniz. Hamınızı ora dəvət edirəm. Hamınızı gözləyirəm. Aşıqsın. Ayaqqabıya baxaq. Qızlar, ekran tıklayın, göstərəcəm. Sən özünü gözəl sayırsa, əlbəttə adaş, nərminlər güclü olur, ürəyim. Göstərəcəm ayaqqabını. Qaşları neyə becərdi? Ayaqqabımı Bay Vəfadan almışam. Sabah özdə Vəfa zakaz vurur, qızlar. Bu ayaqqabını mütləq sifariş verin. Yəni sonra mən geyinəndə xahiş edirəm, əynimdə çəkib atmayın mənə, cavab verməyəcəm sizə. Gəldi. Axır ki mənim gözəlim gəldi. Sabah bunu qəşəng ağ zara şalvarımla geyinəcəm. Çox gözəl qalacaq. Süperdir bu arada. Ayda biz sizlə tapmışam. Bir dənə zəhmət olmasa çoxalsın canlım. Bir dənə ekrana vurun. Sizə elə bir şad xəbərim var qızlar. Sizə elə bir şad xəbərim var. Atlant Otel, xoş gəldin. Təşəkkür edirəm. Hə. Qızlar, Atlant Otel bilirsiniz də harada yerləşir. Deməli, yerləşir Nabranda. Atlant Otel. Çox gözəl. Gözəldən də. Xeyr, Vəfa, problem səndədir. Xoş gününüzə gəlin. Baxın qızlar, Atlant Otelin səhifəsini sizlər üçün sabitləyirəm. İndidən rezerv edirsiniz. Otaqlar dolmamış, siz doldurursunuz. Səni sevirəm, mən də sizi sevirəm. Ayxanda gördüm sizi, bayaq canımsız. Bəli, evə bazarlıq elirdim. Bir kişiyə alırdım daha doğrusu. Çox sağ olun, təşəkkür edirəm. Qızlar, ekran tıklayın, zəhmət olmasa xahiş edirəm. Aşıqsın, aşıqsın, sən aşıqsın, arı qardaş, aşıqsın, aşıqsın. Çox sağ olun. Vəfa, getdin? Qızlar, ekran tıklayın da zəhmət olmasa. Buradasan, Vəfa. Bəli, baxın qızlar, Atlanta sizlər üçün sabitlədim. Sizin üçün indi Bay Vəfanı etiketləyirəm. Baxın, bu ayaqqabını Vəfadan almışam. 2100 nəfərlik. Məndən o qədər soruşurdunuz ki, ayaqqabın hardandır, ayaqqabın hardandır. Ayaqqabımı Vəfadan almışam. Siz də sifariş verin məncə. Çünki bu modelin ayaqda duruşunu da bilənlər bilir. Bütün çəkilişlərimdə ayağımda var. Təsəvvür edirsiniz, paltar qalır. Ayaqqabını belə işarələyib atırlar. Elxan, çox sağ ol, təşəkkür edirəm. Atırlar qızlara, qızlar dedi ki, ay Nərmin, ayaqqabın hardandır sənin, nə olar deyə bezdik. Çox rahat ayaqqabıdır, olduqca mükəmməl ayaqqabıdır. Sutkalarla üstündə gəzərəm, 1 qram ayağım ağrımaz. Bəli, platformalıdır. Atlant Otel, darıxdım Quran haqqı, elə istirəm oranın havasını, maşallah. Kəsmir ayağı, xeyr. Bilirəm, siz bunu deyirsiniz, bunu, xeyr. Qətiyyən kəsmir. Günlər butik, xoş gəldin. Gülüsən mənə atacaydın. Gülüsən mənə atacaydın. Saç serumu, xoş gəldin. Qızlar, ekranları tıklayın.
Ayaqqabı neçəyədir? Bay Vefadan almışam. Baxın, Bay Vefa burada. Baxın, bu səhifədən almışam. Super qızlar. Ayaqqabıya söz ola bilməz. Yenə də özünüz bilərsiniz. Yəni məcbur deyilsiniz. Sabitlədim sizlər üçün. Atlant Otel həftə sonuna qədər rezervasiya eləsəz yaxşı olar. Bəli. Atlant Otel 3 günlük neçə olacaq xanım? Yazın Atlant Otelin səhifəsindəki əlaqə nömrəyə. Bəli, çox münasibdir. Bilirsiniz, artıq Atlantın həyətində kafelər, restoranlar, səhərə qədər işləyən restoranlar belə çox gözəl çay qırağı, sakit, rahat, samovar çayı, yəni istəyə uyğun həm qiymətə restoranlar içində mövcuddur, həm də rahat otaqları var. Çöpü şov var, basen var, gün sonu da diskotekalar var da zalda bilirsiniz. Bilmirəm indi bu həftə sonu kim? Bu həftə sonu kim olacaq? Atlant Otel. Bundan öncəki həftə açılışda Ramil Nabran idi. Canan getmişdi. Bilsiz hansı Canan? Mahnıları var, deyirlər ki, belə qəşəng mahnılar oxuyur bizim Cananımız. Dişimə heç nə olmayıb, ay qız. Pomada dəyib. Sən Allah deyən üzdü, qabaq dişimdə havalanaram. Hə. Sonra ayaqqabı geyinməmişəm ki. Ayaqqabı indi gəlib mənə. Gəl indi yox deyəndəki şey Əhməd Mustafayev olacaq. Hə, ay sağ ol. Bəli. Çox sağ olun. Necəsiz? Yo, mən gedəndə otaq rezerv eləmişdim. Bəzi səbəblərə görə otelin otağında qaldıq. Yo, privet. Yo, mən tək getməmişdim qızlarla. Bu həftə yox, gələn həftə sonu gedəcəm. Çünki bu həftə rayonlarda havalar kəskin dolu falan. Afbic, inşallah gələcəm, inşallah. Yoldaşım rayondadır. Gözəl günlərə geyin. Amin Zara, çox sağ ol ürəyim. Qızlar, biz siz nə tapmışam? Şok olarsınız da. Hansı ki bu mollarda Bershkadır, Zara'dır, bahalı markalar var. Qızlar, o bahalı markaların outlet geyimlərinin mağazasını tapmışam. Təsəvvür edin 250-300 manata aldığınız geyimlər var ha. Şok olarsınız da qızlar, şok olarsınız. Su qiymətinə Əcəmidə outlet mağazası açılıb. Təsəvvür eləyin, aldığınız ətirlər var, bahalı ətirlər. Onları belə düz Əcəmidə. Gözünüz səhvəmdə olsun, sabah sizlərlə bölüşəcəm. Özümə elə bir şeylər almışam, şok olarsınız. Deyərsiniz ki, mən bunu moldan getdim 150-200 manat aldım. Amma mən siz neçə almışam? 30 manat, 40 manat. Şok olarsınız. Hə. Zara, Bershka, bütün də o belə bahalı marka geyimlər var ha. Hamısı. Bax. İnanın mağazada elə bir insanlar gördüm, şok oldum. Super də bir sözlə, super. Nasılsın? Fərid, sağ ol, sən necəsən? Fərid, sən yığacam, yadıma sal bir dənə, işim var səndən. Super qızlar bir sözlə. Ay qız, gedmirsən mollara, Bershkadır, nə bilim, bahalı Gucci'dir, odur, budur, nə bilim, gedib almırsa bahalı geyimlər. Ay qız, onların su qiymətinə, eyni geyimlərdir, eyni mağazadır, birə-bir etiketləri ilə aparıb göstərə bilərsən. Sadəcə bilin, outletdir də, yəni düyməsi qırıq olur, xırda defekt olur, amma sən aparıb onu dərzidə bərpa eləyə bilirsən, qızlar, o dərəcədə. Mənim ən sevdiyim ayaqqabı var idi, mən onu molda görmüşdüm, çox baha görmüşdüm. Həddindən artıq, bu günləri mən onu siz neçə gördüm, su qiymətinə. 2 filiallar var, bir Nərmanov, bir də Əcəmi. Sabah görüşəcəm sizlərlə. Tamam, baş üstə gülü. Makyajı özünüz etmişsiniz, təbii ki. Yox, Mira, Meri deyil. Yox, Hüseynli, mən deyil. Mənim ümumiyyətlə biznesim yoxdur, quzum. Mən biznesim olsa, mən onu niyə reklam eləyirəm? Ölürəm onun mağazasında. Gedib elə öz balaca yerimi reklam eləyərəm də. Özümün olsa niyə qorxuram ki?
Memi değil aşkım, memi değil. Qubaya gəlmisən? Mən, olmuşam Qubada. Dişiniz sınıb, ürəyim, pomada dəymişdi, sildim. Linzam azdan. Çox sağ olun qızlar, 2000 nəfərsiz. Ekran tıklayın da, Vəfa buradasan. Hüseynli Nərmin, outletdir də ürəyim. Outlet, qurban olum. Özün inanmırsansa girib mağazaya baxarsan. Amma mənim elə naxışım yoxdur, sən gəlib mən sağ ol deyəsən yenə. Hiç konuşmuyor. Ayaqqabımı hardan almışam? Vəfadan. Geyinim ayağımda deyə baxın da buna. Paxıllığın adı nədir ki? Gözlüyüm dedi. Tanıdım xeyir Səbuhi. Tanımadım. Bunun rahatlığı o qədər gözəldir. O qədər gözəldir qızlar. O qədər gözəldir. Superdir də bir sözlə. Çox gözəldir. Superdir bir sözlə. Həqiqətən də üçüncüdür bundan da sifariş verirəm biləsiz. Bəli. Artıq üçüncüdür. Var idi də səndə. Gülüm, xoş gəldin ömrüm. Necəsən? Aldım gülü, üçüncünü də aldım. O biri pis günə qalıb xarab olub. İkincim qızdadır, hələ də gətirib verə bilmir. Rastlaşa bilmirik. Balaca razmer deyil, xəyal mənim ayağım 38-dir, Robnun öz ayağımdır. Çox gözəldir, super qızlar. Yoxdur. Digər ayaqqabı mağazalarında var, buna bənzəridir. İmeyni bundan Bakıda heç yerdə yoxdur. Yoxdur, mən tapa bilmirəm. Məndən çox mağazaları gəzən yoxdur, amma mən tapıram. Mən bunu artıq 3 ildən çoxdur ki, Bay Vəfadan alıram, bir yerdən alıram, yalan deyə bilmərəm. Mən özüm ayaqqabı mağazaları ilə işləyirəm. Gel tatlı. Gəlirəm, gəlirəm, anam qurban. Gecəyə gəlir. Çox sağ ol. Necə gəzirsən onda? Super. Adresi var. Vəfa buradasan. Pedikürü kim edib? Nels Kera. Hələ burada Kera yaz gələcək böyük hərflə Kera. Xeyr, yoxdur Temuda qızlar. Mən bunu Bay Vəfadan almışam. Əl ayaq eynidir, bəli. Çox sağ olun. Quzu kəsim. Allaha and olsun əqrəb yoxdur. Ay Vəfa var bundan. Buna bənzəri var xanım. Eyni bundan yoxdur. Moddan düşüb. Düşsün ürəyim. Mənim üçün hər zaman moddadır. Mən onu geyinib geyim reklam eləyəndə geyimim qalır bir tərəfdə. Onu mənə işarələyib atırlar. Xeyr, qətiyyən eynisidir. Xeyr, Aysil. Qəti şəkildə eynisi deyil. Deyirəm ki, qızlar, məndən çox mağazaları gəzən yoxdur. Eyni bu ayaqqabının birə-biri yoxdur. Yoxdur qızlar. Yoxdur day xanım. Yoxdur. Var, botka var Əhmədlidə, 20 manata qoyub. Bundan deyil amma. Əlaqəsi yoxdur. Yoxdur. Bu sən nədir? Həyat. Buradan belə görünməyinə baxmayın ha bunun. Möhtəşəmdir bir sözlə. Bay Vəfadan almışam. Yox, Vəfa onu 12-13 günə gətizdirir. İnanın Allaha ki, elə bir xanımlar var ki, onu mənə işarələyib atırlar. SMM qızlar uje bezib, deyir Nərmin, geyim qalır bir tərəfdə, amma ayaqqabı soruşur. Uje mənə mağazalar icazə vermir o ayaqqabını geyinməyə. Deyirlər bizim ayaqqabılarla geyinin. Ağ şalvar qara, nə? Toçka, necə? Ağ şalvar qara, toçka hardan almışsan? Haçan geyinmişəm ürəyim? Mən ağ şalvar, o hardadır? Bilmirəm ki. Əqrəb ola bilməz. Heç vaxt inana bilmərəm ki, sən o ayaqqabını 55 alasan. Mümkünatı yox. Almısansa profildə əlaqə nömrəm var, at mənə. Prazdaçın ayaqqabılar Qoçbürcü 100 dənəsi var. 100 cürü var Prazdaçın. Mən özüm Botikanın əməkdaşlığıyam. 2-ci ildir ki, Botikanın canlı yayımı mən aparıram. Botikada buna bənzər 100 dənə ayaqqabı var. Mən dəliyəm, 15 gün gözləyəm. Salam Nazim. Mən dəliyəm, gözləyəm ki, Ay Vəfa mən ayaqqabı gətir. Mən Bay Vəfa 3-cüdür. Bilənlər bilir ki, mən 3-cü ayaqqabımdır. Bunu Vəfadan alıram. Bay Vəfa bəli. Vəfa çox seçməm Allah. Vəfa yadıma sabah dedim mal vuracam, mənə bir iki şey vurarsan.
Antalya Səbuhi deyir ki, Antalyadan hər kəsə salam, əleykümə salam. Ay bacı, bilmirəm axı, qara şalvar ağ nöqtələr nədir ürəyim? Xanım, mən sizə demirəm, siz dəlisiniz, mən sizlə nə işim? Özünüzü məndən səhv salmayın. Mən heç kimi nə təhqir, nə də tənqid eləməyi sevmirəm. Mənə ilişəni mən ara bir eləyirəm. Amma sığallıya, amma mən sizlə nə işim? Mən deyirəm ki, siz bu ayaqqabıdan ala bilmərsiniz. Hə, dünənləri mama üzünə prosedur elətdirdi, kosmetoloji. Çox sağ olun. Saçınızın rəngi neçədir? Tünd bordu. Şamaxı VIP marketi tanıdın. Hə, niyə tanımıram? Vüqarın mağazası. VIP'i tanımayan adam var. Hə, Quran haqqı vəfa. Uca bilmədim, hansına inanım. Mən həmişə bunu belə alıram da qızlar. Bu yaxşıdır mənim üçün. Budur. Mən 5 xəstəsiyəm. Yoxdur qızlar, yoxdur bundan. Bunun ayaqda sizinlə duruşu var. Nə bilim, necə deyim, sizə inanasınız mənə. Heç kimdən qoşulmuram, sağ olun. Gəlmişdin İsmailiyə. Sahil gölə. Mən sahil gölə. Hə, bildim, necəsiz? Çox sağ olun. Stola qoyma. Qutudadır da, yenidir. Çay xanım. Qutuda qoymuşam da. Bəli. Salam məmiş, əleykümə. Xeyr, taxtıqlarımın hamısı buşteriyadır. Heç biri qızıl deyil. Geyim, Aycan, qiyməti Vəfadan soruşun. Bay Vəfadan almışam. Mübarəkdir, çox sağ olun. Moskvadan salam, əleykümə salam, çox sağ olun. Saçınızın rəngi neçədir? Tünd bordo, yumuşam açılıb. Ağ şalvar, qara yumru. Xanım, qara yumru nədir? Qurban olun, mən nə vaxt ağ şalvar? Ay bala, TikToklu bir telefon ver, görüm ağ şalvar, qara yumru nədir? Pulsuz alıb reklam eləyir. Əcəb eləyirəm. Vüqar yazıb ki, sənin yeyən var. Əlbəttə Vüqar, yeyəmsən. Burada bax, mənə nəzarət eləyirsən. Bəli, kiprim qaynaqdır. Piercing niyə bağlanıb içindəki? Başa düşmədim. Bağışlayın. Haməs nədir? Tural, çox sağ ol. Maşı yanında gələklə işləyir. Həmin yaxanda telefonlarınızı 3 dəqiqəyə telefonları alıram. Vallahi bilmirəm ay xanım, qurban olum. Ağ şalvar deyirsən. Başa ağ şalvar, qara yumru, nöqtə ağ nəmiş. O nədir bacı, qurban olum. Ay bala, mənə TikToklu telefon gətirin də görüm kimdir bu, nə istəyir məndən. Paltaryan dağıldı. Narahat olma, Gold VIP əmlak dağılmaz. Prosta mən onun üçün ayaqqabılar atıb yuyuram, krasovkaları, baraban dağılıb. Narahat olma, mən ailəmə də yaxşı baxıram. Sən mənim ailəmlə dil uzatma. İşin yoxdur. Fəridə əcəb eləyib, baxma. Nə istəyirsiniz yazıq qadından? Yaxşıdır Zizi, təşəkkür edirəm. Hamile. Yatır. Yatır. Boş-boş danışırlar, fikir verməyin, baş üstə. Nərmin. Qızlar, nə olar ekran tıklayın da, bu nə tıklamadı? Bir dənə də takip zəhmət olmasın. Naibə, xoş gəldin ürəyim. Bilmirəm, o nə deyir, orada nə var ki, mən ağ şalvar geyinmir. Bunu deyirsən qızım.
canımı göresen, bir deli şeytan dedi, inanmaya hazırsan. Yoksa manzara geldi baharım, denizde tuz gibi. Deli gibi sevsem de çok çabuk vazgeç. Bilmirəm axı. Esen rüzgarla bir deli sevdaya salar çingenem. Ay Vəfa deyir, ağ şalvar qara qaruşqalı, deyir köynək qara qaruşqalı. Mən nə bilim. Qızlar, bu videonu bəyənin gəlin də. Ağ şalvar, şalvar üstündə qara nöqtələr. Xanım, valla mən elə şey geyinməmişəm. Xanım, dodağım böyük görünmür. Gloss vurmuşam, dodağıma parıldayır. Dodağım böyük deyil mənim. Gördün bacı? Belə də böyüdü, gözümə girmir ki. Nə olsun, böyüdü də, neyvə lazımdır. Valla bilmirəm, billah bilmirəm, bacı, qurban olum. Nədir o? At mənə görün, baxın. Vurur saçlarını esen rüzgarla bir deli sevdaya salar çingenem. Çingenem, çingenem, kara gözlü çingenem. Aşkınla tutmuş deli gibi sevs. Denizde tuz geldi baharım, dilendi tarım. Nə, bəli. Sevirəm yoxdur qaralarım, açılsın günlər, sevilsin eller. Bilmirəm, valla bilmirəm. Tapsanız deyin, qızlar. Bilmədim nə istəyirsiniz. Necə kök? Mən kökəlməmişəm, rəmsə ilə gəlir. Telefon 7 kilo adamı kök göstərir. Balaca bir şeyəm, valla. Bujiteriya sevirsən, sevmirəm, amma məcbur taxıram. Qızılım olana qədər. Yazmışam, doğrudan. Gülü, çox sağ ol. Çox sağ olun. Qızlar, vurağın ekranları, çox xahiş edirəm. Təşəkkürlər, var olun. Setka... Setka, bu nədir? Setka nədir? Az bu setka nədir? Setka qapılar. Mamam sizi görməsin. Xahiş edirəm. Mamam sizi görsə, deyəcək tez onu çağır, gəlsin, şeyləsin. Setka qapıları. Bax, Qurana and olsun. Başım, bax, buna bax. Setka qapıya bax. Bax, buna bax, buna bax. Setka qapıya bax. Deşilib oradan türkün məsələ skorç vurub. Bax, Sadiş, xoş gəldin. Ay, düşmədi mənə. Niyə düşmədi mənə? Mən telefon birində. Hə, mama, canlıya bizdən kim gəlib? Setka qapılar. Ağcaqanada qarşı setka qapılar. Nə demək istəyir? Təşəkkürlər. Bizim o qapı dərsi. Mama, nə demək istəyirsən setka qapılara? Yaxın gəl də biraz, gəl də yaxın. Hə. Bizim o qapılar dərsin buranın qapısını. Aha. Qəşəng dəyişsin. Sonra başqa? Deyək ki, sağ ol. Allah sənin köməyin olsun. Sonra Ağza qanat girir içəri, yer tökür bizi. Düz verirsən qabağa ya. Nə tər adamsan sən? Mişi, darıxdım, hardadır Mişi, ona qubuş olum mən. Sər mənim bütün sponcumu dəli elədi. Şüvalan Xəzri balıq evi. Nə idi bu? Balıq evi. Necəsiz? Xoş gördük. Qızlar, ekran tıklayın, zəhmət olmasa. Mişi, kistimi yaman günə qoydu. Onun bir videolarını çəkmişəm. Onu var ha, pisəni. Ona görə bu günlər bütün spaniya otağımı təmizləmişəm. Təşəkkür edirəm. Qəbul edin, yazmışam. Xanım, mən TikTokun direktinə baxmıram, üzrlü sayın. Səhifənin altında əlaqə nömrəsi var. İşlə və reklamla bağlı sadəcə yaza bilərsiniz ora. Çox xahiş edirəm. Siz sağ olun, təşəkkür edirəm. Var olun qızlar, minnətdaram. Allah sizin də analarınıza ömür versin inşallah. Dünyadan köçənlərə Allah rəhmət eləsin. Mən keçən il elətdirmişdim o qapını. Setkası yırtılmışdı, qoydum maşınıma.
apardım, düzəltdirdim Setka. Yenə də amma deyirəm ki, vetsizdir uji. Çox sağ olun. Gəldi baharım, dilləndi tarım, ürəkdən sevirəm, yıxdı qərarım. Çox sağ olun. Bacı burnun əməliyyatdır. Haram əməliyyat deyil ki, ürəyim. Nərmin Doda. Xəzər! Setka qapılar. Çox sağ olun. Təşəkkür edirəm. Gülü xoş gördü ürəyim. Göz rənginiz linzadı bəli. Kipri kimi yığıb Aytən, bir nömrə Aytən, Kera ilə eyni otaqda işləyirlər. Kera dırnaq ustamda, Aytən də Kipri ustam, Nərmanovda. Əliyeva, xahiş edirəm, mamavın adını burada yazmadı, ana müqəddəsdir. Yəni, ana başqa şeydir də, etmə, belə etmə. Bilirəm, vecsiz övladsan, amma anavın adı 1900 nəfərin içində demə, xahiş edirəm. Modun yoxdur, nəriş, Aycan Sadiş var, çox sağ olun. Gələcəm ora, inşallah. Bədən şəkilləndirməm var, bəli, Elçin Zodan eləyib, keçən il, çox sağ olun. Amin. Təşəkkürlər, sağ olun. Can, çox sağ olun, var olasınız. Necəsiz? Yaxşı, siz necəsiz? 1800 nəfər olar. Belə 500 nəfər olsun, belə 5 nəfər olsun. Yəni, mən anamı belə pis çıxmasın, nə bacımın ayağına verərəm, nə ərimin. Qalsın ki, burada 5000 adamın içində sən ananı gəlib adını burada çəkib alçaldasan. Yəni, düz bir şey deyildi o. Mən Elçin Zodandan razısam. Təbii ki, ürəyim. Elçin Zodanın reklama ehtiyacı yoxdur. Elçin Zodan belə pis çıxmasın. Ehtiyac yoxdur. Mən 55 kiloyam, amma kökəlmək istəyirəm. Vitamin içirəm. Analara söyən ölsün. Bəli, əlbəttə ki, olmaz. Analara ümumiyyətlə özünü hörmət eləyən insan, mən sizi qınamıram, bu platformanı açmışıqsa, elə bir adam olmasın ki, bu platformada söyülsün. Kiminə çox, kimin az, amma mən bəxtimə çox söyən çıxır da, bilmirəm niyə. Yəni, inanın Allaha deyirəm, görün o boyda uca bir insanam ki, Allaha acıq getməsin ha. Yəni, məni deyir də hamı məndən danışır, İrağı yaxşılarından. Yəni, işiniz gücünüz yoxdur, çox maraqlıdır. Qoy bir də vitaminimi içim, çox danışdım deyəsin. Mən nə qədər içdim, təsir eləmədi ki mənə. Hə, Vəfa mənə deyiləmir ki, yuxu verir, ancaq kasol kimi yatıram. Ananızı oxşuyursunuz. Təbii ki, anam doğub da, mən anamı oxşamalıyam. Çox sağ olun. Təşəkkürlər. Var olun, kökəldir. Prosta, işte hələ ki, sırğanızın rəngi qaralmır, xeyr. Boyum 1.65. Necəsən bacım, yaxşı, siz necəsiz? Mən 55 kiloyam. Bəli, əlbəttə. Yox, mən ümumiyyətlə, yaşım 31-dir, 95 təvəllüdən. Çox sağ olun. Hansı qolostu vurduğun? Golden Rose. Allah hamınızın ürəyinə görə versin. Bu ağır ayda, məhərrəmlik ayında kim kimə nə arzu edir, Allah min qatın yaşatsın. Allah Taala heç bir zaman sizi neyim, necə eləyim deməsin. Heç kimə sizi möhtac eləməsin. Göz haqqınızı halal eləyin. Həyatda ilə gözəldim. Canımsız, var olun ürəyim, minnətdaram. Xeyr xanım, mən samyan içmirəm. Mənim ürəyimdə problem var. Bizdə ürək xəstəliyi irsidir. Vitamin. Vəfa yazacağım sənə.
Altdan şort geymişsən, təbii ki, Ayxan, elə şey olar. Prosta koftam uzundur. Dönər kökəldir adamı, bilmirəm, ürəyim. Çox yeyə bilmirəm dönəri. Olmaz ha, Vəfa. Samuşan qəti şəkildə içmə. Samuşanı 3 il bundan qabaq içdim. Klient gəldi, mənə dedi 9D quta ver. Klientə 4D quta verdim. Axırda da klienti it kimi qapdım, getdi. Sonra bilmirəm, evdə nəsə ərzaq qutardı. Mən işlətdiyim restoranda Şamaxıya 35-40 kilometrlikdə yerləşir. Mindim maşını, gedib girmişdim Kamazın altına. Bildiyin yuxu tuturdu məni. Evdə axırı açdım, dedim ki, mən samuşan içirəm kökəlməyə qarşı. Bütün günü oxloyla adam nə qədər yuxa yayar, nə qədər yuxa yayar, nə qədər yuxa yayar. Enerjim getmişdi. Yemək yeyə bilmirdim. İsti bir yandan, asfaltın istisi bir yandan, sacın istisi bir yandan. Zülüm çəkirdim. Dedim, heç olmasa samuşanı atım, iştah versin. O da məni yatızdırırdı, eləyirdi pis günündə. Bəli, bax, izləyicinin yazdığı dərmandır. Dünyomagen. Hə, əlbəttə, xanım. Mən şirini xəstəsiyəm, dolça bürcüyəm. Nəyim, təşəkkür edirəm. Bəli. Yo, içməyim. Çox pis şeydir da o. Birbaşa ürəyə ziyandır. Samuşan. Nömrə 1 avtosalon, əleyküm salam. Qızlar, nə olar, niyə düşdük? Təşəkkürlər, çox sağ olun, minnətdaram. Çox sağ olun. Adı kimi özü nömrə 1 avtosalon, minnətdaram, çox sağ olun, var olasınız. Bu arada qızlar, çox gözəl salondur, həqiqətən də. Sevmədiyiniz avtomobilləriniz varsa, gedin yenisini, köhnəsini verin, yenisini alın. Özdə Çin maşınlarının ən idealı, münasib qiymətə sırf nömrə 1 avtosalon. Düzdür, reklama ihtiyacı yoxdur. Prosta mən dedim. Zəng vuracam sizə inşallah. Bugün gecdə, sabah zəng vuracam. Mən o problemlərimi çözdüm, şükür Allaha. Vuracam sizə zəng, mütləq. Ürəyi təmiz bacım, çox sağ olun, var olasınız. Kimsə istifadə edib dexamezaton, yox ürəyin. Xanım, dodaq böyük deyil, ay Allah, o gözlə bilən, dodaqlı silir, bezli merjeklarının sözündən. Qızlar, ekran tıklayın, zəhmət olmasa, canlı niyə düşdü? Xanım, mən gloss vurdum dodağıma, ona görə gloss parıldadır, böyük göstərir. Bax, mən dodağım böyük deyil. O gloss böyük göstərirdi. Ay xanım, aç gibi çıxart. Barter salondur. Məncə var. Səhv etmirəmsə var. Golden Rose. O almaydı yediyim. Yox, dərmanı prosta yuxumu yaxşı eləyir. Bir də iştahımı biraz açmağım istəyirəm. Qaşınız özünüzündür, bəli. Dodağınız şişdi, xeyr. Dodaq dolğumu indi elətdirməmişəm. Çoxdan elətdirmişəm. Təbii ki, üzümü makyajını silirəm. Mən üzümə xüsusi qulluqlar eləyirəm. Məzələnsən, üzümə mən kremlər vururam, 2-3 cür yatıram. Elə şey olur, mən bütün günü makyaj eləyirəm. Mənə kökəlmək istəyirəm. 65 kiloya qədər olacam inşallah. Qızlar, ekran tıklayın, zəhmət olmasa. Bəli, mən özüm eləmişəm elə. Çox sağ olun. Bir də kofelər var idi, onları içdim, yatırtdı. Yaxşı, mən məsləhət görmürəm. Qızlar, sabonu sizlər üçün sonuncu dəfə bölüşürəm. Elnur Nərmin Instagram səhifəsinə də gəlirsiniz. Orada sizin üçün etiketləyəcəm səhifəni. Bay Vəfadan əldə etmişəm. Çox gözəldir. Getdim hələlik. Allaha əmanət olun. Nömrə 1 avtosalon. İnşallah bugün gecdə, sabah sizi yığacam. Bay Vəfadan almışam. Baxın, burada mənə
Teşekkürler, çok sağ olun, minnətdaram. Qızlar, çox sağ olun, var olasınız. Kökəlmək üçün xurma ilə xiyar yiyin. Doğrudan. Hardadır bu? Çox gözəl idi amma. O xurmanı bildim, xiyar hardan çıxdı? Deyəsən, özün meyillisən. Mənim maşınım nədir? Hyundai Elantra. Sabu hardandır? Sabunu Vəfadan almışam. Vəfa mənim üçün gətizdirir buna. Hər şeyə fikir verirlər. Can, hə, çəkiniz neçədir? İndi 54 kiloyam. 53-dən yuxarı belə. Çox sağ olun. Kofe için. Olmaz xanım, istəmirəm. İstəmirəm. Bərbaddır qaş. İlqar bildimi? Sən kişisən. Deyəsən qaşlı zadva alırsan. Nə bildin qaşın bərbaddır? Ay İlqar. Çəkim neçədir? 54. Satdım maşını, yoy ürəyim. Necə arıqladır? Mən, ay xanım, mən ömür boyu arıq olmuşam. Məndə genetikdir ürəyim. Genetik, başa düşürsən? Allah ölənlərimizi rəhmət eləsin. Mənim atam da arıq olub, anam da arıqdır, övladlarım da arıqdır. Mən bir dənə hamilə vaxtı çək alıram, 70 falan, o da normaldır da, bilirsiniz. Necə arıqlayasan, heç nə, ağzığı saxla arıqla da. Linza taxmısan, təbii ki. Bacı, ziyandır, bilmirəm xanım. Heç bir kofe məhsul haqqında məlumat verə bilmərəm sizə, xahiş edirəm. Burnumu Natiq Qarayev. Sevda mənə baxanda bəli, biraz dolu, belə balıq ətlidir. Yox, çox kök deyil Sevdada. Ehtiyac yoxdur kofe içməyinə. Salam, yazdığım düşür, buyurun. Burnumu Natiq Qarayev 3 il bundan öncə elətdirmişəm. Xanım, mən heç bir məhsul, bəli, Selimlikusun kofeleri var ki, arıqladır birə-bir. Sabo hardandır? Buradan. Mən də linza taxmaq istəyirəm, tam. Taxım, qorxuram. Niyə? Vəfa, bir gün görüşək səni öyrədim, balam, taxmağı, necə taxırlar. Çox sağ olun. Nə kofesidir bilmirəm qızlar. Sevdadan soruşun. Seva canlı açmır. Açır deyilsən. Çox sağ olun. 54 kiloda qalım, yoxsa 54 kilodan qalxım? Arıqlamaq istəyirsiniz kofe üçün. Hə, yox, mən kökəlmək istəyirəm. Yox, istəmirəm qalmaq. Kökəlmək istəyirəm axı. Hə, Sevda yorğundur, bəli. Nə qədər yazdım? Hara, Vəfa? Neçə kiloyam? 54. Üzbəyüzdə oturmuşdum. Harada, Vəfa? Kondisioner yoxdur, var. Günorta bizim evdə üzbəyüz idi. Nə? Bu ne danışır? Günorta bizim evdə üzbəyüz idi. Mən? Nə vaxt ay qız? Bu ne danışır? Az evlə. Harda? Qış parkındaydım. Hə, orada Melisa Secret'dəydim. Çəkilişə getmişdim. Bu arada Vəfa, antik iç geyimləri, pijamalar, fantastik geyimlər axtarsan mütləq Melisa'ya get. Çox gözəldir. Deyir, bu nə danışır? Hə, toba. Toba deyirəm. Nəyi boynuma alım? Nəyi boynuma alım? Hər şeyi boynuma alıram mən, de görüm. Nədir? Bağlandım. Buradayım. Melisa Secret. Necəsən? Melisa, mənə bir də istəyat.
İstək, müsafirlik at mənə bir dənə istək. Orada 2 dənə adam işarəsi var. Ona toxun. Ekran aşağısında. Göy qırmızı adam işarələri. Hadi be aslanım. Ürəyim necəsən? Ürəyim. Fıstıq necəsən? Hə, mən buna demişəm ki, səsivi çıxartma, səsivi bağla, bayaqları. Qızlar, sizin hamınızdan xahiş edirəm. Melisa Sekretdə yeni əməkdaşlığa başlamışam. Mənə dəstək olarsınız. Xahiş gülür. Mən ona bayaqlar dedim ki, sən qoşacağam müsafirə. Mən demişəm səsi bağla. Səsi aç bir dənə. Səsi aç fıstığım, səsi aç. Aç səsi. Səsi aç. Necəsən? Sağ olun, yaxşıyam. Все, indi bağla. Ayda. Kızlar ne olar bura bir de takip atın. Sabahları burada canlı açacağım sizin için. O düz qış parkı ilə üzbəüz Melisa Sekret kızlar. Wow, geyimlər var da. Yalnız pijamalar. Sonra pijamalar var. Bir dəqiqə. Sonra pijamalar var, iç geyimlər var, antik iç geyimlər var, ev geyimləri var, xonçalıq geyimlər var. Bir dənə hamınız ekran like eləyəsiniz. Bir dənə də Melisa'ya takip atın. Всё. Çox sağ olun. Ünvan düz qış parkı ilə üzbəüz Melisa Sekret. 1400 nəfərsiz, 400 nəfəriniz bura takip atın da. Xahiş edirəm. Çox xahiş edirəm. Allah sizin ruzinizi versin. Ən ağır aylarda, matəm aylarında Allah köməyiniz olsun. Çox gözəldir Vəfa. O qədər gözəl, düzdür, mağaza balacadır. Amma o qədər zövqlü iç geyimləri, pijamalar var. Elçin Şükürov, təşəkkür edirəm. 20 levelim var. Hərəkətini göstərdə. Vəfa, çox sağ ol. Ulduz, təşəkkür edirəm. Qızlar, ekranları mənim üçün tıklayın da, xahiş edirəm sizdən. Qızlar, bir dənə bura takip atın da Melisa'ya, xahiş edirəm. Hamınız bir dənə takip atın da, rica edirəm hər birinizdən. Xahiş edirəm, lütfən. 1200 nəfərik. Bir dənə hamımız takip atağım bura Melisa'ya. Baxın, bura takip atmağınızı istəyirəm. Bura. Attım, çox sağ olun. Nömrəvi at. Niyə Elçin? Nömrəmi neyinirsən? Çox sağ olun. Necə ataq? Sadəcə takip atırsınız. Atmıram. Əcəb eləyirsən. Mən attım. Aydə, Dolçam, çox sağ ol. Təşəkkür edirəm. Hansı prosedurlar elətdim? Hamısını. Melisa Sekret, çox sağ olun. Ay qız, əlimin içi qaşınır. Ya Allah, sən qurban olun. Ay Allah, sən başına dönüm, ay Allah. Mən də attım. Canımsız, canım mənim. Damarımda qanım mənim. Ürəyim mənim. Çox sağ olun, mən də attım. Əcəb elədiniz. Mən burnumda danışmıram xanım, heç vaxt. 33 nəfər takip atdı, xahiş edirəm. Bir dənə də atağın. Çox rica edirəm qızlar. Maksimum dərəcədə bir də yayını takip atağın. Bir dənə 33 nəfərik. Mən də attım. Təşəkkürlər. Nə? Ruhlar aləmi o kimdir ay bacı? Mesajım gəlmir, xeyr. Salyanlısan, bəli. Gözəlsən. Qızlar, bir də ekran. Mama, bir dənə olar. Gəl burada 993 nəfərə bir də bura takip atsınlar. Xahiş edirəm. Mama, nə olar? Mama, xahiş edirəm. Bir dənə dinəndə. Denən bir də bura takip atın. Bir dənə sənə görə atacaqlar da. Bu nə paxılsan, mama? Paxıl, mama. Mama, gəl dedə, nə olar? Yazın, xala yazın. Xala yazın. Mən eləm götürmürəm. Sən gəl mənim izləyicilərimə dinən takip atın. Şort qalmışam. Siz gəlin mənə dinən. Atacaqlar. Yaxşı izləyicilər. Yaxşı izləyicilər də atacaqlar. Ay Allah, əlimi içməyə yaman qaşındı. Sənə qurban olum, ay Allah, yalvarıram, özün mənim eşit.
Az nə pis oldu canlı da deməyim onu. Gic-gic yazacaq indi İraq yaxşılarından. Stansiyadansan, bəli. Xalacan atmışam, çox sağ olun. Varlanasın. Amin, ay Allah, çox sağ ol. Nailə, adımı mənə qoyma, başıma dönüm. Mən afrisliyi bacaran qadın deyiləm. Siyasətçi sənsən, mən deyiləm. Kipristansa gedəcəm, getirəyim Aytən. Xala, huy, ayda gəlmir. 45 nəfər atdı, bir dənə də atımda xahiş edirəm. Mama hamı yazıb, xala. Mama gör necə yazıblar. İş təklifi var, profilin altında əlaqə nömrəsi var, yaza bilərsiniz. Bəli, profilin altında bizim iş nömrəmiz var. Yazın, cavablayacağım canlıdan sonra. Mama gəl tez ol. Sən gözləyirlər. Yox, gəl, bura söz deyirəm. Az yaxşı düşmə, bir də bura gəl. Salam, əleyküm, salam. Xoş gördük. Gəl, tez ol. Mama, 1000 nəfərdir. Bir dənə xahiş eləsəm dinəndə. Gəl də yaxına gəl. Dinən ki, Melisa sekretə takibatında. De. Mama, de. Atacaqlar. Aha, de də. Nərmini çox istəyənlər. Aha. Buna bir də takip atın. Sənə qurban olaram, ay Allah. Çox burnumda danışmıram, deyil. Səni yavaş danışıram. Boğazım ağrıyır. Hə, mama? Hardadır nömrə? Buradadır da, profilin altında. Bir də üzərin yanında da boşluğuna da yandırma, xahiş edirəm. Yaxşı, amma gətir yandırım, nə olar? Boşluğuna da yandırma, qabı var. Ver də onda. Boşluqların çirklikdən öldürmə. Paltaryan aldıq. Ürəyim, həmişə paltaryanım olub da. Yo. Barabanı dağlanı istifadə edib. Bacı, indi heç nə almıram, qurban olun. Vəziyyətim çox pisdir. Xahiş edirəm. Siz danışmayın, mən də deməyim. Nə olur, etməyin. Ondan da olsun. Yəni, vəziyyətim o deyil. Ay qızlar, elə 49 nəfər takibatdı. 100 nəfər atında. Sabah canlı açım sizə Melisa'dan. Melisa yox, Melisa. Yata bilmirəm. Niyə Vəfa? Niyə balam? Yuxun qaçır. Dualar oxu, yatacaqsan. Elçin, mən sizə niyə yazıram? Siz yazın da, sizin iş birliyiniz var. Gecən xeyrə qarşı. Baxın, burada nömrə var. 051 476 66 81. Qaşın niyə bu gündədir? Çox maraqlıdır, ay xanımlar. Mən qaşım 1100 nəfərsiz. Nə gündədir ki? Xanım öz qaşımda da daramışam yuxarı. Qaşın niyə bu gündədir? Ay Allah, məzələnmə. Sıfır 51 476 66 81. Hazırlaş bacı Sevaya köməyə. Hə, bilirəm ürəyim. Asiman çox sağ ol. Canəli Asiman usta çox sağ ol. Ustaya bax ya qız 25 leveli var maşallah. Sevda köçürçü hə, yola. Xalq ustası gəldi. Doğrudan Cakı. Yaz bir dənə görüm hələ yenə. Yazmayın da xahiş edirəm. Mənim nömrəmi daha kopyalamayın. Yoldaşınızdan ayrılmışsınız. Xeyr xanım, niyə ayrılıram ki? Yox, Allah eləməsin. Ayrılmamışam. Sadəcə rayonda hava biraz pisdir deyə. Dedi bu həftə gəlmə. Hər həftə gedirəm, gəlirəm. Məcbur deyiləm ki, hər dəfə gedəndə yoldaşımla video paylaşım. Hər şey yaxşıdır, narahat olmayın. Sağ olun, necəsiz? Ay qız, burada səhifə var, ruhlar aləmi, bayaqları deyirəm. O mənim canlıda qabağıma çıxdı. Həqiqətən də elə bir şey var.
sağ olun. Can Əli, çox sağ ol. Can Əli, yaxşı. İzləmişəm, doğrudan var. Hə, mən şok oldum. Qızlar, Sevda hara köçür, bilmirəm Leyla. Az bu deyir, ruhu çağırıb sual verirlər. Az yan rədd ol, itil az, yetimçə. O gün dedim adımı, kim dedi adını, harda dediniz? Çox sağ olun. Deyir ki, o gün dedim adımı, gözdə görün bu kimdir, Can Əli. Nə qəşəngdə adım var, maraqlı, amma xatırlamadım. Hə, edirik. Heç nə, ruhlar çağırır, hədə bax. Gör ilan transatıb erir ala biləcəm. Can Əli, yəni oxunuş belədir. Hə, çox gözəl. Yox, pis deyil, əla. Göz haqqızı halal edeyim, mamam qaynadım. Bu mənim maşınımın nömrəsini niyə yazdı bura? Öyle mən o nömrəni 2 gündə almışam. Onu harda gördünüz siz Allah? Heç nə qaçmır bu gözümüzdən. Day o biri nömrəmi bütün hamı bilirdi. Çünki videolar paylaşırdım. Boğazında qalsın, qalmasın ürəyim. Dədövün pulu ilə almamışam ki. Xeyr, mən direktə baxmıram. 895 dənə. Bundan öncəki nömrəm 952 idi. Yox, özümün deyil, maşın leasingdə hələ 24 aydan sonra özümün olacaq. Xalq ustası gəldi. Çox gözəl. Arbatandan salam. Əli içmə salam. Qoy bir salfetka gətirin, gəlin. Tanıdın. Allah, qurban olum sizə. Bunun elə gəlib yazırlar, tanıdın. Çox sağ ol, Vəfa. Yox, tanımadım. Xallı bocini hardan almışsın? Sumqayıt moldan. Niyə yatmırsan? İnci, sən niyə yatmırsan? Gəlirəm qızlar. Mətbəxə gətirmə. Can Əli, çox sağ ol. Bilirəm, Melisa sekret mağazası çıxdı, bilirəm. Çox sağ olun. Tamam, yaxşı, yemirəm.
Onda çay içə bilərəm. Bu da yalandı, nuş olsun. İmkan verdilər ki, sonuncu dəfədə sizə göstərim. Bu hal-hazırda Bay Vəfadadır. Bay Vəfadan sifariş verə bilərsiniz. Çox gözəldir, çox keyfiyyətlidir. Hər il birini sifariş verirəm. Bir yay, bir sezon birini geyinirəm. Amma elə vaxt olub ki, bunu payız aylarında da uzun donlarla da geyinmişəm. Çünki paltarın altında qalır. Acından ölürsüz, yox, oxşam o. Yemək yemişəm. Onda çay için. Xahiş edirəm. Day çaya da qarışmayın. Çay içmirəm, kofe içirəm. Kofe də içmirəm. Testin sakitləşdirici çayını içirəm. İmkan verilmədi. Allah haqqı deyirəm. Elə bir qızıl balıq qoyub yiyirəm qabağıma. Burandan qora. Stol əlimi yağıma əstürdünüz. Əlimi yağıtıram yemək, içmə. O çox qəşəng çaydı qızlar. Şad xəbər nədir? Nə bilim Aygül, şad xəbər nədir? Hardan eşitmişsən? Hay Allah. Öyrəşmişəm belə qısa bir şey də açmağı. Giyinmişəm. Çay çox. Nə? Çay. O çay pis edir adamı. Nane limondur. Niyə ürəyim? Nane Liptondandır. Nane limon. Salam nərmiş, əleykmə. Yaxşı tanıdığınız baxıcı var, yox ürəyim. Canlıda yeyib içmək moddadır. Bacı kef elə. Hə, Quran haqqı yaxşı yox bilmirəm ürəyim. Yox, niyə qəşəng çaydır? Bilmirəm ki, Elmir Laçın. Laçın, döynən ürəyim. Sevirik səni, mən də sizi sevirəm, var olasınız. Futbolkanı sardandır. Bundan 2 dənədir. Biri bejli, biri də bu rəyini. Bilmirəm ki, çoxdan almışdım. Beji Elnur geyinir, bordo da məndədir. Çayın adı Lipton. Çox qəşəngdir qızlar. Arazdan almışam. Bu sakitləşdiricidir. Deyəsən testliyi. Gözlə bir dənə baxam. Yox, bağışlayın qızlar, bu testdir. Testdəndir, çox gözəldir. Amma bu Liptondandır. Prosta bu Earl Grey qaradır. Çox qəşəngdir. Amma bu çox gözəldir. Bunun bir də qarışıq meyvə olanları var. O çox gözəldir. O psixoloji olaraq adamı sakitləşdirir. Prosta gələ tezdən içəsiz. Ay qız, yox. Mən səhərlər içib çıxıram evdən düşüyor. Bacım çox narahat idi, ağlayırdı. Niyə? Hə, tapdığı ev çox narahatdır qızlar. Balon qazıdır. Balon qazı. Alacağım sabah. Mütləq al. Bu nane limondur. Qoxusu o qədər gözəldir. Normalda da qara çay dəmləyirsiniz çaynikdə. İpini qırın, belə atın içinə. Paket şəklində. Saat 2-dir. Bu nə vaxtdır? Bu nə vaxt yatır? Saat 6-da dururam mən. Test bəli. Testin girərsən Bravo hipermarketlərdə, o belə stenddə var, vitrində. Orada daha çox çeşidləri var. Bir-iki dənəsini belə at. Mən hər evdə bazarlıq eləyəndə düzdür, bizdə vermə, xahiş edirəm, mənim yayınımdasan. Xeyr, ayrılmamışam. Pis olmadınız bacınıza görə. Bacı, səhər açın. Mən bacıma görə niyə pis o? Mən bacımı 5 gün köçmüşəm. Dırnağım qırılıb, qızıl bilərziyimə qədər düşdü, itdi. Yadınızdadır piləli bilərziyim. Düzdür, tapdım.
Day, gecə səhərə qədər biz yetim kimi köçdük, əziyyət çəkdik, zülümlə. Siz gördünüz də mən canlı yayımda o evin zibilini təmizlədim. Ev siz nə idi? Qurana and olsun, evdə elə bir heyvan yaşamışdı. Qırıq-qırıq. Suda gətirdim, cibimdən stolu mebelləri düzəltdirdim. Yuxarıdakı qonşu səs eləyir, gedib deyib səs eləməyin də, saat 5-dir, 4-dür, 3-dür, 2-dir, deyib get hara istəyirsən şikayət elə. Hə, şahidik. Bax, al, bax, tanımıram ki kimdir, amma deyir biz şahidik. Bacı, mən 4-cü mərtəbədə qalıram, düzdür? Mən saat 10 oldu, uşaqlarıma deyirəm ki, addımınızı belə asta atın. Olmaz da, aşağıda da qonşu var, yuxarıda da qonşu var. Olmaz. Çıxıb deyib ki, səs eləyir. Bir gün mən orada qaldım, dedim Sevda, bu yuxarıda nədir? Döyüşürlər yuxarıda. Qalxıb yuxarı deyib ki, zəhmət olmasa biraz sakit olun. Deyib, bura mənim öz evimdir, sən kirayəsən, get dərdivi kimə deyirsəndir. O da gəlib ev yesinə deyib ki, mən çıxıram. Prosta evdən biz razı deyilik. Evə 400 manat pul verir, balon qazı istifadə edir. Harada görünür bu? Bakıda ev yoxdur, getdin dopu qaz istifadə olunan evi tutdun qaldı. Sevdadır da, danışıram, əsəb oluram. Allah haqqı, öldürəcək bunların dərdi məni. Ay bacı, biz yatırıq anamla. Mən mamam ürək xəstəsidir, aparatı var ürəyində. Mən mamam yatmamışdan yazır ki, Sevda, qazı söndürmüsən, uşaqlara 100 dəfə yığır, qazı bağladınız. Adam qorxur da, baxma, qorxursan. Mən gecə yatanda gedib dibindən söndürürəm. Sevda bir aydır köçüb Qurtuluş 93-ə. Getdi topu qazla ev tutdu, kişinin qızı. Yeni asansör var ya, orada. Tomi, mən bacım ömür boyu tutduğu evdə 3 ildən, 4 ildən, 5 ildən qalıb, 3 il eyni bir evdə qalıb, 4 il bir evdə qalıb, 2 il bir evdə qalıb. Amma neynəsin, bu ev 400 manatlı balon qazı iləndir. Heç evi yoxu, onu yola vermək olar yenə də. Yuxarıdakı qonşu çox səs eləyir. Çıxıb deyib ki, çox səs eləyir sizdə. Deyib, ev məndə özüm bilərəm. Deyir, hara istəyirsən, get şikayət elə də. Neynəmək olar? Nə qədər işlədi orada. Ay bacı, buna bax. Buna bax. Əlimin üstünə çapığa qədər düşdü, bilirsən? Açma. Açma, yox, Minnur ağlayacaq sabah, xahiş edirəm. Hə, sabahlar. İndi elə, yox, olmaz indi, qətiyyən. Marojna zadıyımı siz qarışdırmayın. Saat 2 tamamdır, davay yed və tez. Qətiyyən olmaz. Yazıq pis olur. Təbii ki, yorulur ürəyim. Təbii ki, yorulur. Çox sağ olun. Bura mənim əsəblə bağlıdır. Saçımda seyrəliyi var, tökülmə yoxdur. Əlbəttə müalicə alıram. Kökücəyə vurdurmuşam saçımı. Evlər bahadır, neyləsin o da? Əlbəttə neynəsin? Bəli, kiraya qalır. Neçə otaq idi? 3. 1, 2, 3. Bu da yalandır, təşəkkür edirəm. Uşaqdır, səs eləyən böyükdür. Çox sağ olun. Məkana nə vaxt gedəcəksiniz? Məkan aradı. Bacımız sizdədir, xeyir. Bacımın qızıdır, o bizdədir. Mənim uşaqdır, hə. Mənim qızımın 7 yaşı var. Sevdankinin 13. Söhbət bacımdan gedir. Olmaz Yusif, dondurma yiyiblər, saçaq pendir istəmişdilər məndən. Saat 2-də qatır qarışdırır, şokolatını yeyir. Özdə yanıb bacımın qızı da, ona şirini vapşem olmaz. Köpür yanıqları. Xahiş edirəm, uşağımın tərbiyəsinə qarışmayın da. Çox xahiş edirəm. Uşaq mənim də özüm bilərəm. Şuşa vətənim, xoş gəldin, necəsən? Testin hansı çaydır? Xanım, gedin orada xırda meyvələr var. Mağazada görəcəksiniz, üstünə yazılıb. Xoş gördük, çox sağ olun. Xəzər!
Səndən mənə bir ömürlük xatirə, məndən sənə nə qalacaq bilmirəm. Qaşların çox qorxuncdur. Baxma bacı, gecə yuxuva zadıva girər eləyər, ağzın zadın yara basar. Sevaya nə olub ki, kirayəni dəyişir. Yuxarıdakı... Elçin çox sağ ol, təşəkkür edirəm. Hə, Elçin bayaqları dedim, axı 20 levelsən, atdığım bir dənə güldü. Bu nədir də? Normalli bir balina atardın da heç olmasa. Yenə niyə? Yuxarı qonşu səs eləyir. Sifətin çox qorxuncdur. Qorx da bacı məndən. Belə eləmişəm ki, məndən qorxasan. Yuxuva falan girim eləyim. Mənim adım, səsim gələndə. Mənim kosmetologum Vemel Estetik Gülsüm Əliyeva. Çox sağ olun. Siz oranı zülümlə, ay Allah, ay Tural, sən başıma dönərəm. Deməli, Tural da oradaymış. Deyir, siz oranı zülüm. Bacı, mən oranı zülümlə təmizləmədim. Mənim hələ də o evdə çapığım qaldı qolumda. Çapıq, bilirsən? Evdə. Başqa nə deyim, qızlar? Elçin, bu nədir? Xahiş edirəm, şirlə gəlir. 21 liba, 20 level idin. Atdığın şir oldu 21 level. Bu nədir? Bir bala şirat, bir ana şirat, bir özünü göstər. Bu nədir? Dəhşət. Valla dəhşət. Heç insana doğuş, bəxt doğuşdan verilir. Mən də gördüm. Ay xanım, 5 gün zülüm çəkdim, mən evimə gəlmədim, evimə gəlmədim. And ola Allaha, mən evimə gəlmədim. Mən yuxulu gəlirdim, Ennur mənə deyirdi ki, get qalbacığın evində, onu köçüd, rahatla gəl. Bax, and ola Allaha deyirəm. Ennur evə gəlirdi rayondan da, Ennuru çimizdirib qaçırdım. Səhərə qədər biz veş daşıyırdıq balaca maşınlarla, Binəqədidən Masazıra. Onu bir Allah bilir ki, zülüm çəkmişik. Başa düşmədim, qazandırsan sən də qazanarsan nədir ay Elçin? Nə danışırsan sən? Aç susuz zülüm çəkmişik, bacı, zülüm. Xlorlu çörəyi yedim, xlor dəymiş çörəyi yedim. Tapa bilmədik də, gedib ala bilmədik. Üstümüz, başımız pis gündə zülüm. Gecə saat 4 idi, biz evdə. Heç nə, yuxarı qonşu səs eləyir. Bacı, yatıb dura bilmirik. Nə gecəsi var, yazığın, nə gündüzü. Çıxıb deyib ki, səs eləyirsiniz də, biraz sakitliyə riayət eləyin. Deyib, ev məndə özün bilər. Sən kiraya qalırsan, get hara şikayət edirsən, elə. Jekə şikayət eləsin, talış qız deyib, get hara şikayət edirsən, elə ev məndə özüm bilərəm. Nə deyim ondan sonra? Mişqa köçdük də, bir dəfə qazellə köçdük, qazelə sığmadı, iki resti öz maşınımla apardım. Qızlar, öpdüm sizi. Gecəniz xeyrə qalsın, Allaha əmanət olun, özünüzə yaxşı baxın, Allahım hər zaman sizi qorusun, sizin hər zaman yanınızda olsun. Xaləddin Saatlı, xoş gəldin, xoş getdin. Öpürəm sizin hər birinizi, Allaha əmanət olun.